Rəhman və Rəhim Allahın adıyla. Allahın qəti əzab vədləri Qurana əsasən. 1. Küfr edənlərə əzab. Həqiqətən kafirlər Allaha iman gətirməyən və həqiqəti inkar edənlər üçün şiddətli əzab vardır. Bəqərə surəsi 7-ci ayə. 2. Münafiqlərə ən ağır əzab. Şübhəsiz ki, münafiqlər ikiyüzlülər cəhənnəmin ən aşağı qatındadırlar. Nisa surəsi 145-ci ayət. 3. Zalimlərə əzab. İnsanlara zülm edənlər və haqsızlıq edənlər üçün ağrılı əzab vardır. İbrahim surəsi 22-ci ayət. 4. Allahın ayələrini inkar edənlərə əzab. Ayələrimizi yalan sayanlar üçün alçaldıcı əzab vardır. Həcc surəsi 50-ci ayə. 5. Təkəbbür göstərənlərə əzab. Təkəbbür göstərənlər üçün alçaldıcı əzab vardır. Nəhl surəsi 29-cu ayət. 6. Günahda israr edənlərə əzab. Onlar etdiklərində israr edirlər. Onlar üçün ağrılı əzab vardır. Ali-İmran 135-136-cı ayət. 7. Yetim malını yeyənlərə əzab. Yetimlərin mallarını haqsız yeyənlər qarınlarına od doldururlar. Nisa surəsi 10-cu ayət. 8. Faiz, riba yeyənlərə əzab. Əgər faizi tərk etməsəniz, Allah və Rəsulu tərəfindən müharibəyə hazır olun. Bəqərə surəsi 279-cu ayət. 9. Zina və fəsad yayanlara əzab. Möminlər arasında çirkinliyin, pozğunluğun yayılmasını istəyənlər üçün ağrılı əzab vardır. Nur surəsi 19-cu ayət.